kimliyi üzə çıxacaq. O gün şəhidin böyüklüyü zuhur eləyəndə insanlar hamısı həsrətlə aşağıdan yuxarı şəhidə baxacaq. Baxacaq ki, bu şəhid nə uca məqamdaymış. Biz onlar sağ olanda deyəndə şəhid elə həmişə sağdır, amma yəni aramızda olanda biz onları tanımırdıq. Bilə bilir ya adı bir adamdır. Məsələn, bir neçə şəhidin şəkli var, məsciddə gəlib mənlə çəkdiriblər. Öz-özümə deyirəm ki, o vaxt mən bilməzdim yanında dayanan kimdir. O mənə tərəf can atırdı gəlməyə ki, mənlə şəkil çəkdirsin. Halbuki Allah yanında onun məqamından qat-qat ucadır. Mən onu tanımamışam, indi onun şəfaətinə ümid edirik. İndi onların evinə getmək özümüzə ziyarət, ibadət hesab edirik. Bunu mən Allah'a and olsun, ana təsəlli üçün demirəm bu sözü. Yəni, ürəyimizə su səpmək üçün o mənada demirəm ki, bitər, danışaq, təskinlik olsun. Valla, doğrudan da, həqiqətən də bütün bu sözlər Allahın sözləridir. Peyğəmbərin, Əhl-i Beytin sözləridir. Hələ nə qədər desək azdır. Şəhid haqqında nə qədər danışsaq azdır.